bəxtim gətirdi. Şükür olsun Allaha. Suyumun qabağını kəsibdi, yetdi başdı əcdaha. Yetdi qaynım olmaqdansa, yetdi düşmənim olsun. Səni mənə versələr, dünyalar mənim olsun. Yetdi oğuldan istərəm, bircə dənə qız gəlin. Səni mənə versələr, aparardıq biz gəlin. Yetdi oğuldan istərəm, bircə dənə qız gəlin. Səni mənə versələr, aparardıq biz gəlin. Yetdi oğuldan istərəm, bircə dənə qız gəlin. Səni mənə versələr, aparardıq biz gəlin. Səni mənə versələr. Salam, xoş gördük. Sağ ol qardaş, çox sağ ol. Ha. Nə təklif edə o elə? Sevda ilə Ramiz boşanmamalıdır. Mən də bilirəm, boşanmamalıdır Leyla, amma mən neyə bilərəm ki? Qulaq as. Həm Toğrul atasız qalmasın, həm də sən sevdiyinlə evlənə bil deyə bir dənə yolumuz var. Nə oldu ki öyle Leyla? Xəzər, gəl nişanlanaq. Nazlı qızım, necəsən mənim balam? Belə də Şahnaz xala. Otur, otur. Xəzər elədiklərinin hamısını mənə danışdı. Məndən çox pis danışdı ya Şahnaz xala. Çox qələt elədi Xəzər. Yaxşı ağlam. Sən məndən zarafat edirsən Leyla? Hə? Yox, elə yox. Yəni sonra mən nişanı qaytararam da. Doğrudan yox, hələlik Sevda ilə Ramizin arası düzəlsin deyə. Həm də ki, sən də öz işlərini yoluna qoy deyə. Bildim, başa düşdüm. Yəni sən deyirsən ki, oyun oynayaq biz. Yəni sən... Leyli, bilirsən də mən bir dəfə sənin dediyini elədim. Bilirəm. Yadımdadır da gəldin mənə dedin ki, mən səndən evlənmək istəmirəm. Mənim öz sevdiyim var. Mən qızam, evdə sözüm keçməyəcək. Mən öz sevgilimlə evlənmək istəyirəm. Yadındadır bunlar? Yadımdadır. Mən neynədim bəs? Səni pis vəziyyətdə qoymamaq üçün sən nə dedinsə razılaşdım. Sənə görə o qədər söz eşitdim. Sən xoşbəxt olasan deyə. Yəni, indi sənin gəlib mənə belə deməyin, yəni bu düz hərəkət deyil də, yəni mənə görə düz hərəkət deyil. Sənin xəbərin var, mən səndən evlənmədiyimə görə, sən istədiyinə görə, səndən evlənmədiyimə görə, qardaşın olan o Ramiz mənim bacıma, mənim bacımın oğluna gün verib işıq vermir, bilirsən bunu? Mən də bilmirdim. Mən də bilmirdim. İndi bildin? Bildim, amma mən burada kömək eləmək üçün varam. Sən kömək eləmək istəyirsən. Yaxşı edirsən. Amma sən elədiyin bu təklif yaxşı təklif deyil. Mən də bu təkliflə razı ola bilmərəm.
Xəzər necə fikirləşə bilər ki, elçilik məsələsində mənim xəbərim var? La belə dedi. Lap elə demədi, amma Talih də burada oturmuşdu. Birdən gedib evə desəydi, nə olardı Ayşə Anas xala? Görürsən sən Allah, neçə dəfə tapşırdım ki ona. Əsəbləşəndə o qıza yaxın durma, ona heç nə demə. Mən valla başa düşürəm Xəzəri. Bilirəm problemləri var, çətinlikdədir. Amma belə eləməklə məni də pis vəziyyətə qoyur axı. Qızım, nə deyirsənsə düz deyirsən. Biz böyüklərdədir təqsir. Sizə çox əziyyət verdik. Siz də bir-birimizdən incik düşürsünüz. Amma bu vəziyyətdə biz bir olmalıyıq, bir yerdə olmalıyıq. Amma balaca bir çətinlik olan kimi Xəzər çıxır aradan. Qızım, xəsiyyətini bilir də. Bilir ki, əsəbləşəndə ağzına gələni danışır. Bax, özün deyirsən ki, gəldi səni acıladı, çıxdı, getdi. Ona görə də səndən uzaq gəzir də mənim balam. Ayşə Anas xala, mən bezdim valla, mən də adamam da. Ay Nazlı, qurban olum, ağlama. Ağlayıb özünü həlak eləmə də. Mənə bax, Xəzər balamdır deyib demirəm sənə qurban olum. Sən onu da başa düş. O bacısına görə narahatdır. Nə səndən keçə bilir, nə də ki bacısından keçə bilir. Ayşə Anas xala, mən bezmişəm, yorulmuşam. Nə qədər hamı yola vermək olar. Bax, evdəkiləri bir yola verirəm, Xəzəri bir yola verirəm. Adamam mən də. Qulaq as, qulaq as. Hər şey yaxşı olacaq. Mən bundan sonra qoymayacağam siz ayrılasınız. Eşidirsən? Siz bir yerdə olmalısınız. Vəssalam. Sil gözümü. Yaxşı, bağla da, bağla. Hə, üzləri yadında qalmayıb səni. Yox. Bizə zəng eləyərdin heç olmasa. Ay, nə zəng eləməyə rədd olub qaçıb getdilər də. Heç olmasa bir ikisini vura bildin sən. Elə suallar vermir də, mən nə bilim, yadımda deyil. Düzdür, elə suallar vermə. Bu bizim yanımıza yekə-yekə danışır bu. Çöldə bu fərədir. Hə. Bəsdirirlər, sizə də söz deməlidir öyle. Bir dəqiqə deyəm. Yox, narahat olma. Hər şey qaydasındadır. Özüm həll eləyəcəm. Nə həll eləyirsən, ha? Mənə bu dəqiqə pul lazım deyil. Mənə sonra qaytararsan. Sən qızdan pul alırsan, ha? Aa. Sən belə işlərin var imiş, düymüyü bağla. Yox, başıma gələnləri bilir, xəbəri var. Məcbur eləyir ki, pul göndərim, get borcu ödü. Məcbur eləyir. Ha, sən bunu Şəkərlə Nərminin yanında da getdi elə. Ha, onlar işləmirlər axı. Mən də biləm də işləmirlər. Onlar ancaq elə pul ver. Elə bir zəlidirlər. Nə nədir? Pul gəldi. Göndərdi. Doğrudan göndərdi qız. Mən neyim? Heç nə. Deyir ödə də. Güya bu da ağıllı məsləhət verdi də, ödə deyir, ödə. Apar qızın pulunu qaytar, ayıb da. Görə deyirsən. Əlbəttə ki, adımız var, sanımız var, yekə oğlansan, qızdan pul alarlar. Təmur dirəndən fikir var imiş ki, pulu götürsün. Apar qaytara düz deyil. Sən də dur çay süsər bir. Dur çay süsər, yaxşı. Mən dura bil. Yaxşı, mən duraram. Nə deyəm? Heç də mən buram ağlayaram, siz şey gəlsin. Mən də açıq elə. Yaxşı da görün məndən nə istəyirsən. Mənim istədiyim odur ki, kömək ilə uşaqlar çətin vəziyyətdən çıxsınlar. Yoxsa ikisi də məhv olub gedir. Uşaqlar indi yadıma düşdü, hə? Gör, neçə vaxtı başımız müsibətlər çəkir. Əhməd kişi, keçmişdə qaldı. Sən mənə bir dənə söz vermişdin. İndi o sözü əməl eləməyin vaxtıdır. Mən öz sözümə nə vaxt əməl eləyəcəyimi səndən yaxşı bilirəm. Ay qardaş, vaxt uzandıqca araya hər cürə problemlər gəlir. Başa düşdün? Gəl bu tərsliyindən əl çək. İkimiz verək əl-ələ uşaqlarımızın yuvasını quraq. Mən də söz verirəm ki, Nazlını gözüm üstə saxlayacağam. Şahnaz, sən gəl özünü mənə tanıtma. Sən özün yaxşı bilirsən ki, mən hamını çox yaxşı tanıyıram. Sən qız anasısan. Ola bilər, Xəzərlə mənim qızımın arasına girməyəsən.
Amma Allah göstərməsin. Nazlı ilə sənin qızının arasında bir söz söhbət olsa, mənim qızımı tap deyib keçərsən. Tanımıram səni. Ay qardaş, dediklərimin hamısı düzdür. Mən də səhvlərimi başa düşmüşəm. Amma indi gəlsən tərslikdən əl çək. Mən sözümü dedim. İndi Xəzəri gözləyirəm. Oğlanlarıma da tapşırmışam ki, Xəzərlə qəti işləri olmasın. Görək bu vəziyyətə necə qərar verəcək. Amma mənə belə gəlir ki, bu iş uzansa, bunun axırı yaxşı olmayacaq. Deyəsən özü yorma da, söhbəti burada qutaraq. Bir də xahiş edirəm. Bura gəlişindən Xəzərin xəbəri olmaz. Yaxşımı? Xahiş edirəm. Deməli, belə çıxır ki, yox deyirsən. Yaxşı. Mən heç nə demədim. Yaxşı. Şeker. Ay Şeker. Gel. Hə, yaxşı, nə oldu? Hə. Şeker. Demək, sənə bir söz deməliyəm. Nə söz? Sən niyə beləsən? Səsin niyə belə gəlir? Yaşar, sənin üzün niyə belədir? Sənin gözlərin niyə belədir? Nə olub sənə? Nə olub sənə, Ay kız, Yaşar? kırmızı papağın nağılını danışmırıq. Bir dəqiqə dayan, sakit ol, bir dəqiqə otur. Hə, de görüm nə olub? Anons vermədə de, hə. Şeker. Mən Sən gedirəm. gedirsən? Məni atıb gedirsən? Heç nə də bala, heç nə. Əhməd Nuh deyir, Peyğəmbər demir. Deyir ki, nə şərt qoymuşam, odur, vəssalam. Mən də qardaşıma ayaq bağı oldum həmişə. Qızım, niyə elə deyirsən? Sən bəyəm bilərəkdən eləmişsən, nə eləmisənsə? Yox. Məni narahat eləyən bilsən nədir? Xəzər qızla yola getmir, incidir Nazlını. O məni də narahat edir. Qorxuram ki, bizə görə öz xoşbəxtliyini qurban versin. Allah eləməsin, ay bala. Ağlıma bir fikir gəlib. Gəl biz çıxaq gedək rayona. Xəzərə deyim ki, gedirik qardaşım gilə. Sən də məndən gəl. Mən hər şeyə razıyam, amma tək ki Xəzər xoşbəxt olsun. Amin ay bala, amin. Hə, bilirəm. Narahat olma sən Orxan. Elə indi oradan gəlirəm. Yaxşı. Yaxşı, sabah görüşərik. Hələlik. Hə, axşamınız xeyir. Axşamın xeyir. Nədir bu simfoniya orkestridir? Niyə belə həyəcanlısınız, bir yerdə cavab verirsiniz? Nəsə olub? Yox. Nəsə demək istəyirsən mama? Mənim ağlıma bir dənə fikir gəlib. Aha. Deyirəm ki, Aha. mən rayona çıxıb getmək istəyirəm. Qardaşım gilə. Özün bilirsən ki, orada təkdir də. Sevdanı da özümlə aparım. Canım xeyirxə xanım. Get də, niyə getmirsən ki? Mən bilirdim ki, sən o tündə bu tündə gizli telefonla danışırsan ha. Bilirdim ki, onun nəsə qoxusu çıxacaq. Belə olacaqsa, məni bir uşaqla ortada qoyacaqdınsa, niyə alırdın? Niyə aldın, yaşa oturmuşdun da kəndini Ay kız, bir dəqiqə dayan da. Ürəyimi boşaltdın. Yox, ha börək dözür, börək nə qədər şeyə dözsün da. Yaxşı, Şeker, yaxşı, otur, bir dəqiqə otur, qulaq as. Deyirəm ki, Şeker, bax, mən gedirəm, amma yəni boş-boşda getmirəm da.
Demədim bir dəfəlik çıxıb gedirsən? Hə, bir dəfəlik getmirəm. Hə də məni atıb gedirsən də? Ay, niyə atıb gedirəm ki? Hələ ki sənsiz gedirəm. Hələ ki. Mənsiz? Hələ ki. Hə də mənsiz gedirsən də, mənsiz, Ay, mənsiz. hələ ki sənsiz gedirəm. Hələ ki. Bacanağımla danışmışam. İndi orada vəziyyət belədir də. Yəni bir otaqda evliyəm, orada adam çoxdur. Yəni elə alınmır. Mən məsəl üçün səni uşağı götürüb aparım. Amma orada mənim işimə bu dəqiqə tələbat çoxdur. Biləsən, qoy bir dənə gedim orada, bax, indi bax, vizam hazırdır, indi zəng gözləyirəm. Bir dənə zəng gəlsin, vəssalam, ondan sonra inşallah çıxım gedim. Bəs biz? Ondan sonra da orada bir dənə hər şeyi tənzimləyim, özümüz üçün bir dənə ev tutum eləyim, vəziyyəti qurum, ondan sonra sizi də aparım. Bəs bunu dedə sən də, dedə gözümün yaşı qurudu, əsəblərim oynadı, elə bildin bizi atıb gedirsən. İmkan verdin ki, ağzımı açıb, ayaqda tıqqıdırıq danışırsan. Ay Yaşqa, ay ürəyim yerinə gəldi Yaşqa. Çıxıb gedəcəyik bizə. Amma kimə demir ya? Qətiyyən, mən bilirəm, sən onsuz bu dəqiqə gedib orada deyəsən, burada deyəsən. Ağzını yumursan, iş tam həll olandan sonra kimə nə istsən denər. O vaxta qədər sus, vəssalam. Heç kimə? Heç kimə, qətiyyən. Bir kəlmədə? Heç yarım kəlmədə. Bir dənə zəng gəlsəydi, onu gözləyirəm bir dənə. Axır ki arzularım Çin olur, axır ki arzularım Çin olur. Sən olassan, ona nə deyirsən, sən həmişə deyirsən, lady woman deyirsən, nə deyirsən? Biznes, yox biznes olmadı amma nə olacaq onda yaxşı? Nə, Mən woman özümə olasın. biznes taparam da orada, hə? Xəzər, Aycan, canım bir bəla, sənə qurban. Başa düşdüyünə görə çox sağ ol. Elə sən də indi götür Nazlıya yaz, qoy da evdə desin. Çox şükür, fermanda var, qazancın da yerində. nə gözəl. Bəs sən, mama, Əhmədlə görüşəndə niyə Əhmədin özünə demədin ki buna, hə? Başa düşmədim, o nə deməkdir? Necə yəni başa düşmədin? Mənə dediklərimi Əhmədlə görüşəndə Əhmədə deməliydin də. Məndən gizlin, xəbərsiz niyə gəlib Əhmədlə görüşmüsən? Mən sənə demədim ki, mənim işimə qarışmayın. Məndən xəbərsiz iş görmə. Xəzər, bilirsən nə var? Yox. Nazlını yolda gördüm. Aha. Ağzını açıb bir kəlmə danışmadı. Qız elə ağlayırdı. Niyə belə eləyirsən, ay bala? Ürəyin dözmədi ona görə. Yox, dözmədi. Bəs Toğrula ürəyin dözdü, Toğrulu belə görəndə, hə? Yox, dözmədi. Bir də ki, Xəzər, mənim Əhmədlə danışdıqlarımın Toğrula heç bir aidiyyatı yoxdur. Yenə öz bildiyini danışır da. Valla xeyri yoxdur da. Xeyri yoxdur. Sən başa düşmürsən mama. Biz Nəyi? nə qədər dalaşıq səninlə. Toğrula ziyanı yoxdur, mənə ziyanı var. Başa düşürsən? Mənə ziyanı var. Niyə gedib xəbərsiz danışmısan? Sənə deməmişəm ki, mənim işimə, mənim həyatıma qarışmıyor. Yazıq deyil bir parça uşağı da öz oyununuza salırsınız, hə? Dayıma görə gedirik də Xəzər. Əşi, uşaq başaldadırsan sən də sev də, dayısına görə gedir. Dayının uşaqları yoxdur, gətirsinlər də. Gətirsin, ürəyi nə qədər istəyir, oynasın da öz evində. Dayısına görə gedir, öz uşağını aparır dayısının yanına. Oyun oynayırsınız siz mənlə. Bir parça uşaqdır. Nə yaşı var onu salmısınız, yanınıza qapı-qapı, küçə-küçə gəzdirirsiniz. Nə var, mama, sənin oğlun xoşbəxt olsun. Sən öz oğlunu fikirlərsən, bəs o körpə uşaq. Sənin yaxşılığın üçün eləyirəm, daha Xəzər nə Mənim eləyirəmsə. yaxşılığım üçün. Mən yekəyəm, mən başa düşdük. Cəhənnəm, bir tər yola verə biləm. Bir parça uşaqdır, yazıqdır. Bəsdirin də, mənim işimə qarışmayın. Artıq dərəcədə sizdən xahiş edirəm. Bağlayın da bu söhbətləri. Nə qədər olar ya, arxamca girirsiniz, iş çevirirsiniz, öz-özünüzə qərarlar verirsiniz. Bəsdirin də. Özüm hər şeyi həll eləməyə çalışıram, başa düşün də bunu. Nusa, assim você me. Şəkər, nə olub yaman xarici mahnılara qulaq asırsan? Deyirəm xarici qız olacam da xaricə gedərəm. Birdən ona gedərəm. Yox da, yəni deyirəm ki, indi həyatdır da. Həyatın üçün bilmək olmaz. Bugün buradayıq. Sabah hardayıq Yaman gördün? həyəcanlısan. Görün, o da yerim kaymış. Sabah hardayıq. Bəlkə indi nə vaxtsa mənə də xaricə getmək qismət olar. Heç olmasa dillərini öyrənim də. Mən başa düşmədim. İndi sən xaricə gedəndə müğənni kimi toylara gedəcəksən orada.
Ay qız, bu getsə ancaq yuxularında gedər xaricə. Siz gülün. O ki təyyarədə buludların üstündə belə əlimi tutacağam, pəncərədən belə barmaqlarımı belə eləyib bumerang çəkəcəm, atacağam. Onda siz paxıllıqda necə partlayacaqsınız? Düzdür, mən görə bilməyəcəm, amma eybi yox. Hiss eləyirəm ki, elə olacaq. Ay, şəkər. Məncə sən çox göyə qalxma. Təzyiqin düşər. Canımın içi. Maşallah, içimizdə ən böyük, ən yaşlı olan sənsən. Sən özündən müğayyət ol. Mənim təzyiq problemim yoxdur. Şəkər, belə soruşmaq ayıb olmasa, xaric deyənə təxminən haran nəzərdə tutursan? Ay qız, deyəm mən deyim də, Əhməd Fazəsinin villasının kitchen'ı, holu, rumları, qardanı. Bunun üçün hərəsi bir xarici ölkədir də. Az gördün, yaşlı deyirdin ha, yaşlı səndən çox bilir xarici dildə. Canlarım, sizin üçün xaric buradan ibarət ola bilər. Olsun, eybi yoxdur, olsun. Mən bura ancaq turist kimi gələ bilərəm. O da viza ala bilsəm təbii ki. Eybi yox, nə olacaq? Elə olsun. Hə, elə Əhməd Fazə ilə Yaşar da bunu deyir. Eşitsələr, onlar da sənin gələcəyi başqa yerlərdə görəcəklər. Şəkər, məncə sən sakin dur, sakin. Sən narahat olma. Emirgin yoldaşım, hasbəndim də məndən eyni fikirdədir. Sən narahat olma bizə görə. O almadan bizə də verdin ya. Deyil, alma burada, bıçaq da burada. Araz, yaxşı gəldin. Sən gələcəyi harda görürsən məsəl üçün? Ləmanın yanında. Oo, hətta belə. Nə oldu, pul bağlaya bildin? Yox, bağlamağına bağlamadım. Amma Ləman məcbur mənə pul göndərdi ki, borclarımı bağlayayım, amma mən də onu qaytardım, geri verdim özümə. Sağ ol sən Ləman. Görürsən, borcunu ödəmək üçün sənə pul göndərib. Halal. Bilirəm, əsl bizə elti olası qızdır da. Amma Araz, yaxşı eləyib qaytarmısan, ayıbdır. Yəni, qaytarmaqda düzəlmişsən. Bax, elə ona görə də siz Əhməd Fazənin villasından kənara çıxmırsınız da. Yəni, xaric deyəndə ancaq buranı nəzərdə tutursunuz. Ay bala, hansı dövrdür? İndi müasir dövrdür. Bir gözünü aç, bir bax gör xaricdə necədir vəziyyət. Xaricdə cütlüklər bir-birlərinə dəstək olurlar. Alardın, işləri həll edib, sonra qaytarardın da borcunu. Müasir dövrdür, hansı zəmanədə qalmısan? Ay Şəkər, sən yaman xaric deyirsən. Nə məsələdir, nə sən yenə nə qaynadırsan? Sən illa fikirləş ki, mən nəsə qaynadıram da. Ay bala, xəyal qururam da, ona da imkan vermir sizə. Bu evdə rahatçılıq yoxdur ki. İmkan verir, qız xəyalların qursun. Dəhşət adamlar sizi. Sizin yanınıza gəlmədən peşmandır. İmkan vermirsiniz ki, bir dərdimizi bölüşək, dərdimizi deyək. Elə 2 dəqiqədə sizin yanınızdan bütün borçlarım yadıma düşdü. Mənim qismətimdir. Məcnun oldu evdə. Mənim qismətim idi, mənə də qaldı. Xoş gəldin. Yeməyə çıxdıq deyənə qaçıb gəldim. Hə, onda belə eləyək də. Yaxınlarda bir yer var, gedək biz də oturaq, yemək yeyək, az qalmadı. Yox, narahat olma, sonra yeyərəm. Sən pulu niyə götürmədin? Ləman, onu danışdıq da. Bax, bir də belə şey eləmə, yaxşı, axırınız dəfə olsun. Niyə? Mən sən var, bəyəm. Mənim başıma bir iş gəlsəydi, sən də yenisini eləyərdin. Əlbəttə eləyərdim. Bu mənim bir kişi kimi borcumdur. Mən eləməliydim onu, eləməliyəm. Yaxşı, necə məsləhətdir. Deyirəm, nə yaxşı ki, qarşıma çıxdın. Sənə qədər mən elə bilirəm ki, heç yaşamamışam. Düzün deyim ki, sən də mənim həyatıma rəng qatdın. Səni bir gün görməyəndə, səninlə danışmayanda elə bilirəm ki, o gün heç olmayıb. Olanlara görə istəmirəm sənə tez-tez zəng eləyim, yazım, səni evdə incitməsinlər də. Bilirəm, amma darıxıram axı. Belə mən... Kimdir ki? Heç, evdəndir. Mən gedim. Belə tez? Gedim, cavab verim, yoxsa şübhələnərlər. Danış da burada yanımda. Nə var ki burada? Burada danışsam başa düşəcəklər ki, küçədəyəm.
Yaxşı, onda gedə səni yola salım işə qədər. Yox, niyə narahat olursan? Yolu keçdim, işdəyəm də. Yaxşı, get. Həm də anam gələ bilər, səni görməsin. Yaxşı, onda get. Yaxşı, İmkan olanda özün mənə zəng eləyərsən, yazarsan, yaxşı. mən qaçdım. Hələ. İnanmazdım ki, bugün kimisə bu qədər çox sevə bilərəm. Ay qız, ərin söz demir hələ. Yox ey mama, sözünü bir dəfə dedi də. Boynu qırılsın onun elə. Amma qorxuram ey, birdən toğlu əlimdən alar. Qələt eləyər az. Uşaq qədri bilən deyil o. Ciddi danışırdı da. Uşağımı məndən alsa ölərəm mən. Yaşaya bilmərəm mama. Of, 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 of. Alo, bəli. Nə olub, niyə zəng eləmisiniz? Ləman xanım, mütləq gəlməlisiniz. Biz artıq bacarmırıq, sözümüzə baxmayın. Yaxşı, gəlirəm. Salam Arif. Salam Xəzər. Arif Araza denən ki, bilib bilmədən mənim haqqımda danışmasın. Yenə qabağında araq şüşəsi olur. Hə, olub olmağına, nə olsun ki olub, amma içməmişəm. Xəzər, onsuz da sən çətinliyə düşəndə həmişə qarşında araq butulkası olur da. Arif, mən çətinliyə düşmürəm, siz salmısınız mənim çətinliyə. Denən ki, bilib bilmədən ağzına gələni danışmasın. Dəqiq bilsin, sonra danışsın. Hə, yaxşı, yaxşı. Sən qulaq as görüm, sənin problemlərin nə yerdə qaldı? Necədir vəziyyət? Arif, mən bacım mənim üçün problem deyil, yaxşı? Sən narahat olma. Hə, başqa mənada deyirəm, ha kişi. Söz deyən kimi də xodlanırsan. Ha, bu söhbəti nə qədər danışmaq olur, Arif, hə? Belə başlayan qohumluğun axırı nə olacaq, hə? Ancaq dava, ancaq söz, söhbət. Heç belə qohumluq mənə lazım deyil.